Sənətşünaslıq üzrə fəlsəfə doktoru, doçent Mina xanım Babayeva. Axşamınız xeyir, hörmətli qonaqlar, xanımlar, cənablar, həmkarlar, əziz valideynlər, sizin hər birinizi xoş gördük. Bugünkü konsertimiz bildiyimiz kimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunub və mən sizin buradan hər birinizi salamlayıram. Xüsusilə vurğulamaq istərdim ki, bugünkü konsertdə çıxışı mənə həvalə etdiyinə görə Könül xanıma dərin minnətdarlığımı bildirirəm. Bu çıxış mənim üçün böyük qürur və fəxarətdir. Bəzən insan düşünür, şəxsiyyəti uca edən nədir? Zaman, mövqe, vəzifə, yoxsa buraxdığı iz? Əlbəttə ki, bugün biz elə bir şəxsiyyət haqqında danışırıq ki, onun tarixdə qoyduğu iz nəinki tarixdə yaşayır, o bugün də yaşamaqdadır. Ölkəmizin başçısı, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev bugün Ulu Öndərin qoyduğu ənənələri layiqincə davam etdirməkdədir. Heydər Əliyev xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın adını bütün ölkələrin sırasında tanıdan, Azərbaycan bayrağını dünyanın ən mötəbər ölkələrinin bayraqları ilə eyni sırada dalğalandırmağı bacaran böyük şəxsiyyət olmuşdur. Onun güclü siyasi əqidəsi və dərin bilikləri demək olarsa bütün sahələri əhatə edirdi. Tarixdə belə insanlar çox nadir hallarda rast gəlinir. Çünki o zəngin erudisiyaya və hərtərəfli biliyə malik bir insan idi. Bu baxımdan Azərbaycan mədəniyyətinin inkişaf tarixinin əsas təmayülləri məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Milli sərvətimizin qorunması, inkişaf etdirilməsi, elm və incəsənət xadimlərinə verilən xüsusi diqqət məhz Heydər Əliyevin hakimiyyət illərində daha da inkişaf etmişdir. Ədəbiyyat, kino, teatr, musiqi və digər sahələrdə baş verən yeniliklər məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində həyata keçirilirdi. Heydər Əliyev bütün dünyada tanınan siyasət adamı idi. Onun zəngin və çox səlis nitqi, natiqliyi hamını məftun edirdi. Heydər Əliyev yalnız mədəniyyətə qayğı göstərməklə məhdudlaşmırdı. O həm də həmin sahənin, istər incəsənət sahəsinin hər hansı bir nümayəndəsi ilə çox rahatlıqla həmin əsər haqqında təhlillər, fikir mübadiləsi aparırdı. Bu bir daha o faktı təsdiqləyir ki, Heydər Əliyevin çox məntiqli dünya görüşü, düşünmə bacarığı var idi. Gəncliyində Ulu Öndər memar olmaq istəmişdir, lakin həyat onu siyasi memara çevirmişdir. Çünki belə bir siyasi memara Azərbaycan xalqının həqiqətən də ehtiyacı var idi. Azərbaycan müstəqillik dönəmində bir qədər mədəniyyət sahəsində çətinliklərlə üzləşmişdir. Bəzi incəsənət xadimləri maddi çətinliklərə görə, sosial vəziyyətlərə görə ölkəni tərk edib xarici ölkələrə üst tuturdu. Məhz Heydər Əliyevin hakimiyyətə gələndən sonra onun sayəsində bağlanmış muzeylər, teatrlar, kino tamaşaları ilə bağlı olan seanslar artıq inkişaf olunmağa başlayır. Və kino ilə bağlı olaraq bir sıra beynəlxalq müsabiqələrin keçirilməsi, festivalların keçirilməsi baş tutur. Azərbaycan kinosu beynəlxalq festivallarda nümayiş etdirilməyə başlamışdır. Heydər Əliyevin daim mədəniyyətə böyük qayğısı hiss olunurdu. O, Şərqin Şekspiri olan Hüseyin Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsini, doğma Naxçıvanda torpağa tapşırılmasını,
Böyük sənətkarın xatirəsini uca tutaraq onun məqbərəsinin ucaldılmasını, onun ev muzeyinin açılmasını həyata keçirmişdir. Ulu Öndərin məsahəsində Azərbaycan bəstəkarlarına, musiqişünaslarına prezident təqaüdləri verilməyə başlamışdır. Onlar şöhrət və istiqlal ordenləri ilə tərtib olunmağa başlamışdılar. Ulu Öndər nəinki həyatda olan, hətta həyatdan köçmüş, dünyasını dəyişmiş sənətkarların yaradıcılıq gecələrinin keçirilməsinə, onların adlarına küçə və mədəniyyət ocaqlarının verilməsinə də həssaslıqla yanaşırdı. Bildiyimiz kimi, Heydər Əliyev Azərbaycan Bəstəkarlıq Məktəbinin görkəmli nümayəndələri olan Qara Qarayev və Fikrət Əmirov yaradıcılığına çox diqqət və həssaslıqla yanaşmışdır. İndi mən bir qədər haşiyə çıxacağım. Hər iki bəstəkar bildiyimiz kimi Azərbaycan musiqi tarixində özünə məxsus, özünə xas üslub yaradan nümayəndələr kimi tanınırdı və bu heç kimə sir deyil ki, musiqi cəmiyyəsində bunu hamı bilir. İki bəstəkar arasında bir qədər soyuq münasibətlər hökm sürürdü. Əlbəttə ki, bu soyuq münasibətlər yaradıcılıq prinsipinə görə baş tutmuşdur, belə alınırdı. Çünki Qarayev daha çox Qərb Avropa üslublu, qərbə meyilli, avangard üslubu daha çox istifadə edən və milli musiqimizin qorucusu kimi çıxış edirdi. Fikrət Əmirov isə milli üsluba daha yaxın olan muğamlarımızı, aşıq musiqisini, zərbli muğamlarımızı əsərlərində açıq şəkildə nümayiş etdirən bəstəkar idi. Əlbəttə ki, hər iki bəstəkar Azərbaycan musiqi tarixinin inkişafı naminə dayanmadan çalışırdı və bu siyasi xadim hər iki bəstəkarın potensialını, onların yükünü böyük müdrikliyi ilə anlayaraq 1973-cü ildə böyük bəstəkarımız Maestro Niyazinin 60 illik yubileyi ərəfəsində bir araya gətirir. Və o çox gözəl bilirdi ki, bu iki bəstəkar məhz Azərbaycan musiqisinin xidmətindədir. Məhz Azərbaycan musiqisini bütün dünyada tanıtmaq üçün əlindən gələni əsirgəmir. Hətta Qarayevin 60 illik yubileyinin keçirilməsi də ölkəmizdə böyük təntənə ilə qeyd olunmuşdur. Fikrət Əmirov SSR dövlət mükafatına layiq görüldükdən sonra onun Moskvada Kreml sarayında 1001 gecə baleti nümayiş olur və bu baletə Heydər Əliyev öz həyat yoldaşı Zərifə xanım Əliyeva ilə gəlir. Bu isə bütün tamaşaçılarda böyük rəğbət və fərəh hissi oyadır. Eyni zamanda Heydər Əliyev Tofiq Quliyev yaradıcılığına da böyük diqqətlə yanaşırdı. Onun mahnılarını sevə-sevə qulaq asıb, hətta bəzi rəsmi məqamlarda səsləndirirdi də. Hətta Tofiq Quliyev xəstəxanada olarkən Ulu Öndər ona baş çəkmiş və onu İstiqlal ordeni ilə də təltif etmişdir. Dünya şöhrətli, həm yerlimiz, violonçel ifaçısı, dirijor, ictimai xadim Mstislav Rostropoviçin də yaradıcılığı Heydər Əliyevin hər zaman diqqət mərkəzində idi. 1997-ci ildə, əgər səhv etmirəmsə, bu böyük musiqiçinin 70 illik münasibəti ilə o Rostropoviçi Bakıya dəvət edir və onu şöhrət ordeni ilə təltif etmişdir. Əlbəttə ki, bu sıranın çox davam etmək olar. Çünki Heydər Əliyev mədəniyyətə, musiqiyə sonsuz olan sevgisi və məhəbbəti ilə bunu bütün sənətkarlara bildirirdi. Və Azərbaycan bəstəkarları demək olarsa öz yaradıcılığında Heydər Əliyevi ən uca bir zirvədə təqdim edirlər. Məsələn, Arif Məlikovun 8-ci simfoniyası Əbədiyyat, Cövdət Hacıyevin Onu Zaman Seçib simfoniyası, Ramiz Mustafayevin Atamız, Sərdar Fəracovun Əsl İnsan haqqında Odası və digər Firəngiz Əlizadənin İthaf əsəri buna nümunə ola bilər. Və gördüyümüz kimi bu siyahı olduqca genişdir və hər bir sənətkar, hər bir bəstəkar öz yaradıcılığında özünə məxsus şəkildə Ulu Öndəri vəsf etmiş,
ona öz sevgisini və hörmətini bildirmişdir. Və bu əsərlər onu xüsusilə qeyd etməliyik ki, nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da dəfələrlə səslənmişdir. Heydər Əliyevin bir amalı var idi. Qazanılan gəlir daha çox mədəniyyət sahəsinə ötürülməlidir. Çünki mədəniyyət hər şeydən üstündür. Biz də gənc nəsil olaraq Heydər Əliyevin ideyalarını davam etdirməli, onu yaşatmalıyıq. İndi isə gəlin Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah Ulu Öndərə rəhmət eləsin. İndi isə icazənizlə biz konsertimizə başlayaq. İlk çıxış bizim azyaşlı balalarımızın xoru ilə bağlıdır və mən sizə bu nömrəni təqdim etməkdən qürur duyuram. İlk nömrəmiz Aytən Oqtay qızı Ulu Öndər çıxış edir. Qara Qarayevada Mərkəzi İncəsənət Məktəbinin aşağı sinif şagirdlərindən ibarət xor kollektivi. Xormeister İlahi xanım Ağayeva. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Sen oldun
sözlər haqqında gəlin bərabər video çarxı izləyək. Heydər Əlrızoğlu Əliyev mayın 10-da Naxçıvan şəhərində dünyaya gəldi. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsində təhsil alsa da, müharibə səbəbi ilə təhsilini yarıda qoymaq məcburiyyətində qalır. Bir müddət dövlət təhlükəsizliyi orqanlarında fəaliyyət göstərən Heydər Əliyev 1949-50-ci illərdə SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Sankt-Peterburqdakı rəhbər kadrlarının hazırlığı məktəbində təhsil alır. 1957-ci ildə hazırda Bakı Dövlət Universiteti kimi tanınan Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinin qiyabi şöbəsini bitirir. Növbəti ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Əks Kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini təyin olunur. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsindən təyin olunur. Həmin ildə də general-mayor rütbəsini alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 1969-cu iyulun 14-də Heydər Əliyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçir. 1982-ci il dekabrında siyasi büronun üzvü seçilən Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunur. Lakin bir müddət sonra büronun və baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istifa verir. Dövlət İttifaqında onun sosial və səhiyyə sahəsində islahatları xüsusi yer tutur. Məhz onun təşəbbüsü ilə ilk kompleks diagnostika mərkəzləri yaradılmış və onun dəstəyi sayəsində Sovet cərrahları ilk açıq ürək əməliyyatlarını həyata keçirməyə icazə vermişdi. 22 il Azərbaycan SSR Ali Sovetinin və SSR Ali Sovetinin deputatı olan Heydər Əliyev 1990-cı ildə Azərbaycan SSR Xalq Deputatı və Naxçıvan Muxtar Respublikasının Xalq Deputatı seçilir. 1991 və 93-cü illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri və Azərbaycan Respublikası Ali Sovetinin sədri müavini olaraq fəaliyyət göstərir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilir və 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlir. ...1998-ci il oktyabrın 11-də səslərin 76%-ni toplayaraq yenidən prezident seçilir. 2003-cü ildə yenidən prezidentliyə namizədliyinin irəli sürülməsinə razılıq versə də, səhhətində yaranan problemlərə görə namizədliyini geri götürməli olur. 2 ay sonra isə ümumilli lider Heydər Əliyev Amerikanın Cleveland klinikasında vəfat edir. Səsləndirdiyi böyük siyasətçi, kiçik hisslərə, xırda mənfəətlərə bağlanmaq olmaz fikri Ulu Öndər, Azərbaycan xalqının ümumilli lideri adlarını qazanmağın heç də asan olmadığına işarət edir. Heydər Əliyev sadə fəhlə ailəsindən siyasi xadimlik və dövlət başçılığına aparan yol uğrunda gedən yolda çəkilən bütün əziyyətlərin heç də əvəzirə olmadığını göstərir. Heydər Əliyev Azərbaycan xalqının işgüzarlıq və motivasiya baxımından daim ibrət götürüləcək bir insandır. Diqqətinizə görə təşəkkür ederim. Bəzən musiqi sözlərin deyə bilmədiyini ifadə edir. Bəzən isə o, bir insanın, bir xatirənin, bir hissin səssiz ünvanına çevrilir. İndi səslənəcək əsər İlham Abdullayevin İthavı məhz belə bir daxili müraciətdir. Bu sadəcə musiqi deyil, bir duyğunun kiməsə ünvanlanmış səssiz hekayəsidir. Hər bir ithavın arxasında bir hekayə gizlənir. Bəzən sevgi, bəzən minnətdarlıq, bəzən də susaraq deyilən sözlər. Gəlin bu müraciəti birlikdə dinləyək. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 9-cu sinif şagirdi Fidan Şükürova.
İlham Abdullayev, İthaf. Tofiq Bakixanov, Ballada. İfa edir 8-ci sinif şagirdi İlay Kərimli. Müşahid edir Arzu xanım Səfərova.
Niyazi Qaytağı ifa edir 8-ci sinif şagirdi Şahanə Əhmədsov. Müşahid edir Sevinç xanım Kərimova. Heydər Əliyevin həyat yolu göstərir ki, böyük şəxsiyyətlər məhz çətinliklər içində formalaşır. Sınaqlar insanı çətinliklərlə üzləşdirir, lakin onu daha da güclü edir. Vasif Adgözəlov, Həyat bizi sınayır kinofilmindən musiqi. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera orkestri. Bədii rəhbər Nigar xanım Cavadova.
Əliyev hər zaman deyirdi ki, xalqın ruhu onun musiqisində yaşayır. Azərbaycan xalq mahnıları sadəcə melodiyalar deyil, onlar tarixdir, yaddaşdır. Xalqın daxili dünyasının ifadəsidir. Azərbaycan xalq mahnısı Ay Laçın. İfa edir 3-cü sinif şagirdi Lala Əliyeva. Müşahid edir Sevinç xanım Kəlibova. Mənim böyük qardaşım mərhum Həsən Əliyev, o Azərbaycanın böyük alimlərindən biri olubdur, akademikdir. O vaxt o Elmlər Akademiyasında işləyirdi. Kislovodskiyə istirahətə getmişdi və mənə də xəbər göndərdi ki, yay vaxtı Gəncədə. Getdim ora, mən heç kəs tanımıyorum. Amma bir Azərbaycanın ziyalılar içərisində yaşanan ki, onun çox tanışları vardı.
Bir kız sözüme sataştı, sonra tanış olduk. Ve sonra kadar məlum oldu ki, ben böyük kardeşim onun ailesini, atasını da yaxşı tanıyır. Ama tanışığımız kısa oldu. Ve çok yüreğime girdi. Xatırdadır, bir neçə gün sonra ben Zərbəvanla görüştüm. Geldi görüşen kim bana dedi ki, görseniz ki de artık biz bundan sonra görüşebilmeyeceğiz. Ben dedim ne için? Dedi sen bilirsen ki benim atamı işten çağırırlar. Sen ise böyle bir organda işliysen, görsenir ki bizim bundan sonra da alakalarımız mümkün değil. Ben bunu itiraz ettim. Dedim ki bizim münasebetlerimiz kimin arada işte arasında nasıl değil. Bugün biz yalnız büyük bir siyasi liderden danışmıyoruz. Bugün biz bir insanın qəlbində yaşatdığı sədaqətdən, sevgidən və mənəvi ucalıqdan danışırıq. Heydər Əliyev və onun həyat yolunun ayrılmaz hissəsi olan Zərifə xanım Əliyeva. Bəzən böyük şəxsiyyətlərin taleyi yalnız tribunalarla, qərarlarla, siyasi hadisələrlə ölçülür. Amma əslində insanın böyüklüyü onun şəxsi həyatında, sevgisində, sədaqətində, münasibətlərində daha aydın görünür. Heydər Əliyev üçün Zərifə xanım sadəcə həyat yoldaşı deyildi. O, onun dayağı idi. Sakit, dərin, sarsılmaz bir güc mənbəyi idi. Onların münasibəti nümayişkaranə değildi. Amma məhz bu sadəlikdə böyük bir ucalıq vardı. Bu sözlə yox, baxışla anlaşan, zamanın sınavından keçən bir bağlılıq idi. Zərifə xanımın zərifliyi ilə Heydər Əliyevin iradəsi sanki bir bütövün iki tərəfi idi. Biri sakit işıq kimi yol göstərirdi, digəri isə o işıqla irəliləyirdi. Bu münasibət bizə göstərir ki, böyük liderlərin arxasında çox zaman böyük qəlbli insanlar dayanır. Onların sevgisi gürültülü değildi, amma dərindir. Göz önündə değildi, amma ömürlüydü. Bu bir-birinə hörməti, anlayışı və mənəvi yaxınlığın ən gözəl nümunəsi idi. Onların sevgiləri ölgü məhəbbətin rəmzi idi. Çünki bu sadəcə iki insanın sevgisi deyil, bu bir həyat fəlsəfəsi idi. Sədaqətin, etibarın və mənəvi ucalığın fəlsəfəsi. Və bugün biz o münasibətə baxaraq anlayırıq. Böyük olmaq üçün təkcə güclü olmaq kifayət deyil. Böyük olmaq üçün sevməyi, dəyər verməyi və qorumağı da bacarmaq lazımdır. Məhz Heydər Əliyev və Zərifə xanımın yaratdığı sevgi hekayəsi kimi. İndi isə mən bir qədər də haşiyə çıxmaq istəyirdim. Konsertimizin bu məqamında böyük şairimiz, xalq şairimiz yeri gəlmişkən onun bu yaxınlarda 95 illik yubileyi qeyd olunur. Bəli, söhbət bizim əziz böyük şairimiz Nəriman Müəllim Həsənzadədən gedir. İcazənizlə mən onun poeziyasından bir şeiri səsləndirmək istərdim. Ürəyim ananı istəyir, qızım. Sən yaşa dünyada qəmsiz, kədərsiz. Bir səs qulağıma döz deyir, qızım. Mən dözdüm, yaş ötdü, məndən xəbərsiz. Qaşlarım qaradır, saçlarım ağdır. Təbiət şəklimi çəkir yenidən. Hamı bu dünyada qocalacaqdır. Amma tək qocalmaq dərd verir yaman. Dağlar deyə mən dağ aşmışam. Hanı taley dostum, ürəkdən gülən. Dünyada yaşayıb dünyalaşmışam.
dünya düz gəlmir daha məndəyə. Daxtım acısının şirin həyatın, hələ bu acıdan doyan olmayıb. Qızım, qardaşınla sən olmasaydın, deyərdim, dünyada anan olmayıb. Daha yaşatdıqca səbrim azalır. Yaş yaşdır, neyləsin, yaşayır qızım. Qadınsız ata da anasız qalır. Ürəyim ananı istəyir. Qızım, diqqətinizə görə təşəkkür edirəm. Çıxış edir Nurlan Cəfərlinski, müşahidə edir Təranə Əliyeva, Qəmbər Hüseynli, İlk Məhəbbət.
Ceyhun Allahverdiyev, Sevəcən, İfa edir 8-ci sinif şagirdi Zümrüd Məmmədova. Səslənəcək musiqi nümunəsi Azərbaycan Bəstəkarlıq Məktəbinin görkəmli nümayəndəsi Arif Məlikovun İki Qəlbin Dastanı baletindən Komdenin arzularıdır. Onun arzuları sadəcə gələcəyə yönəlmiş xəyallar deyil, həm də sevgi, inam və mənəvi təmizlik axtarışının ifadəsidir. Gəlin indi bu zərif və dərin duyğular dünyasında birlikdə qulaq asaq. İfa edir 8-ci sinif şagirdi Həcər Hüseyin. Müşahidə edir Arzu xanım Səfərova.
Bəzən ən səmimi musiqi əvvəlcədən planlaşdırılmayan, ani yaranan düşüncələrdən doğur. Eksprompt məhz belə azad yaradıcılığın ifadəsidir. Fikret Əmirov, 2 eksprompt, ifa edir 11-ci sinif şagirdi Nur Cəfərli. Rızayev, Aşıq Sayar, çıxış edir Zəfər Sədaları ritim qrupu, bədii rəhbər Çingiz Absəlimov, müşahidə edir Sevinç xanım Kərimova.
5-ci prelüd. Çıxış edir 6-cı sinif şagirdi Ayan Məmmədova. Üzeyir Hacıbəyli, Cəngi, çıxış edir Qara Qarayev adlı Mərkəzi İnci Sənət Məktəbinin rəqs ansamblı. Bədii rəhbər Səbinə İsmailova.
Səid Rüstəmov, Alagöz. İfa edir Humay Aslanova. Əmirov, Minbir Gecə baletindən fragmentlər. Çıxış edir 9-cu sinif şagirdi Nazənin Məmmədli. Müşahidə edir Sevinç xanım Kərimova.
Hacıbəy Cəngi çıxış edir 8-ci sinif şagirdi Ziya Hümmət. Müşahid edir nağarada Ayxan Umudlu, fortepianoda Sevinç xanım Kərimova. Yeni faiz işgal altındadır. Bu bizim ürəyimizdə olan yaradır. Çok halkın ürəyində olan yaradır. Ancak o işgal altında olan torpaqlar bizim için daha əzizdir. Çünkü bizim özümüzün iktidarımızda olan torpaqlar üzerinde onun sahipleri yaşayır. Sahipleri ve bizim üstelik devletimiz. Ama bu torpaqlar için müvəqqəti olarak Azərbaycanı təcavüz edən erməni silahlı qüvvələrinin əl altındadır, onların tapdağı altındadır. O bizim için böyük dərddir, böyük yaradır. Ancak şuna görə müvəqqəti haldır. Bizim bu torpaqlarımız da işğaldan azad olur. Olması sür yoluyla imkan olmasa, yani yolacak mısın? Bizim güçlü ordumuz var. Biz bütün gücümüzü canlayıp gelip ne balıklı olsun torpaklara azat edecek, siz de ülkenize yurdunuza kalacak. Ve bildiler ki hamımızın yegane arzusu olan Azerbaycan'ın işgal olmuş torpaqların azad edilmesi, Azerbaycan'ın ərazi bütünlüğünün bərpa edilmesi ve sizin bütün işgal olmuş torpaqlardan zorla çıkartılmış, diləkin düşmüş soydaşlarımızın öz doğma torpağına, öz eline, obasına qayıtması bizim ve şahsen benim Azerbaycan prezidenti kimi müqəddəs vəzifəmdir ve bu vəzifəni mən yerinə yetirmək üçün
eğer mümkün olmasa siz aziz bizim zabitlerimiz, aziz silahlı kuvvetlerimiz, siz torpaklarımızın azad olması için her gün arzu olsun. Azerbaycan'ın işgal olunmuş torpaqları azad olacak. Azerbaycan müstakil devlet kimi öz taleyini, öz ərazisinin sahibi olacak, öz torpaqlarının sahibi olacaktır. Buna emin olabilirsiniz. Azərbaycan xalq rəqsləri çələngi. Çıxış edir Xalq Çağı Alətləri Ansamblı. Bədii rəhbər Bəturə Əhmədova. Konsertmeister Sevinç Kərimova.
səslənən hər bir musiqi parçası bir fikri təsdiqləyir. Xalq və onun lideri arasındakı olan bağlılıq zamanla daha da möhkəmlənir. Ulu öndərin adı Azərbaycan xalqının yaddaşında yaşayır və yaşayacaqdır. Musiqisi Kəmala, sözləri Baba Vəziroğlu'ya aid Heydər xalqım deyəcək. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera orkestri, müşahidə edir Səbinə Əliyeva, bədii rəhbər Nigar Cavadova, solist Nilay Quluzadə. Thank you.
Hörmətli qonaqlar, xanımlar, cənablar, əziz valideynlər, həmkarlar, bizim konsertimiz artıq sona çatmaqdadır. Bu xorun sözləri həqiqətən də çox dərin bir məna kəsb edir. Xalqım Heydər söyləyəcək. Həqiqətən də Heydər Əliyevin siyasi baxışları, onun Azərbaycanın rifahı üçün etdiyi xidmətlər, misilsiz xidmətlər Azərbaycan tarixində mühüm yer tutur. Və mən bu bizim böyük bir qələbəmiz, yəni 2-ci Qarabağ müharibəsinin sonlanmasından sonra yadınıza gəlir yəqin ki, Xarı Bülbül festivalı keçiriləndə orada Heydər Əliyevin bir videosu paylaşıldı və bizim əziz prezidentimiz, hörmətli prezidentimiz İlham Əliyev o videonu göz yaşları ilə izlədi və ayaqüstü izlədi. Bu həqiqətən də böyük bir missiya idi, müqəddəs bir missiya idi ki, Heydər Əliyev dünyaya, bəlkə də Azərbaycanı, gələcəyə səadət dolu baxan Azərbaycanı yenidən qorumaq üçün. Mən son sözü Qara Qaraqanlı Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül xanım Hüseynovaya vermək istəyirəm. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar, əziz valideynlər, konsertimizə təşrif buyurmuş bizim hörmətli qonaqlarımız. Artıq ənənə halını almış bizim bu konsertimiz ikinci dəfədir ki, məhz bu adla zirvəyə ucalan ömür adı ilə baş tutur. Və həqiqətən də az öncə dinlədiyimiz tarixdə iz qoyan mahnının sözləri ilə desək, Azərbaycan deyəndə səni düşünürük biz, Ulu Öndər. Çünki Ulu Öndər təkcə dövlətçilik tariximizi yazanlardan deyil. O, eyni zamanda milli mədəniyyətimizin qorunub saxlanılmasında, onun gələcək nəsillərə ötürülməsində misilsiz səylər, xidmətlər göstərən dahi, tarixi bir şəxsiyyətdir. O, hər zaman deyirdi ki, mədəniyyət xalqın sərvətidir. Biz də mədəniyyət keşişçiləri olaraq, mədəniyyət işçiləri olaraq məhz onun bu amalı ilə iş fəaliyyətimizi davam etdirir və gələcək nəsillərə, bizim istedadlı balalarımıza təqdim etməyə çalışırıq. Və indi bugünkü konsert bu fikirlərimizin bariz nümunəsi oldu. Onların hər biri böyük sevgi, böyük vətənpərvərlik, eyni zamanda Ulu Öndərin xatirəsini əbədiləşdirmək yolunda öz fəaliyyətlərini sizə nümayiş etdirmiş oldular. Öz istedad nümunələrini sizə təqdim etmiş oldular. Və bu yolda əlbəttə ki, onların müəllimləri, onların mədəniyyətdə addımlarının növrəsini qoymuş memarlarının böyük xidmətləri var. Mən məktəbimizin müəllim heyətinə dərin təşəkkürümü bildirirəm. Onlar həqiqətən də həm öz ifaları, eyni zamanda öz bilik və peşəkarlıqlarını istedadlı balalarımıza ötürməklə bugünkü konsertimizin möhtəşəm bir şəkildə alınmasının təməlini qoymuş oldular. Və bu konsertin həqiqətən də belə yüksək səviyyədə ərsəyə gəlməsinin əlbəttə ki, əsas nümunəsi bizim hörmətli Mina xanımımızdır. Çünki mən onu artıq 20 ildir ki, tanıyıram. Bakı Müzik Akademiyasında biz birgə fəaliyyət göstərmişik, hazırda da göstəririk. Və o nəinki bir musiqişünas, eyni zamanda gözəl bir alim, gözəl nitq qabiliyyəti olan bir tədqiqatçı kimi bizim bugünkü konsertimizin təhlilini aparmış oldu. Sanki biz bir dissertasiya mövzusunun müəyyən fəsillərinə səyahət etmiş olduq. Və bu dahi şəxsiyyətin obrazını tam və çalarlı şəkildə bizə təqdim etdi. Mən hər birinizə dərin təşəkkürümü bildirirəm, bütün kollektivimizə. Bugün siz gördünüz, onlar yeni libaslarla sizin qarşınızda çıxış etdilər. Və bəli, məhz bu tədbir üçün biz xüsusi məhsusi olaraq hazırlaşdıq və bizim burada əsəri səslənən gözəl bir bəstəkarımız var, Aytan xanım Oqtay qızı. Bizim körpələrimiz Ulu Öndərə həsr olunmuş Ulu Öndər mahnısını məhz onun
o sehrli qələmindən sözülən melodiyalarla sizə təqdim etmiş oldular. Və mən onu istəyərdim ki, hamımız alqışlayaq. Çox sağ olun. Hər birinizə dərin təşəkkürümü bildirirəm və minnətdaram. Bizim fəxri qonaqlarımız var. Onların hər birinə təşəkkür. İlk dəfə bizim konsertimizdə xalq artistimiz Fidan Hacıyeva iştirak edir. Çox sağ olun. Mavini, hörmətli İradə xanım, öz əməkdaşları ilə bizə təşkil edirlər. Çox minnətdaram. Eyni zamanda Dəniz Akademiyasının prorektoru, hörmətli İradə xanım. Biz bu ali təhsil ocaqlarla əməkdaşlığımızı mütəmadi olaraq davam etdiririk. Eyni zamanda mən onu bildirmək istəyirəm ki, bu bizim Heydər Əliyevə həsr olunmuş məhz bu ayda artıq ikinci konsertimizdir. Çünki Ulu Öndərin böyük bir təntənəli şəkildə 103 illiyini məhz bizim məktəbimizin kollektivi 2 gün öncə Sabirabadda böyük, möhtəşəm bir 350 nəfərlik mədəniyyət mərkəzində qeyd etmiş oldu. Və hətta bizim ən istedadlı nömrələrimiz, şagirdlərimizin nömrələri klipə həkk olundu. Yəni, işlərimiz və yeni layihələrimiz davam edir. Mən əminəm ki, növbəti konsertlərdə siz bizim daha böyük və orijinal konsert proqramımızla tanış olacaqsınız. Çox sağ olun.